السلام عليك يا بنت رسول الله السلام عليك يا بنت فاطمة وخديجة السلام عليك يا بنت أمير المؤمنين السلام عليك يا بنت الحسن والحسين. Bağışlayan və mehriban Allahın adı ilə. Salam əziz uşaqlar, xoş gördük sizi. Mənim əzizlərim, Allah Taala sevdiyi şəxslərə öz kəramətindən nəsib edə bilir. Yəni, hər kim yaşadığı zamanda Allah Taala'nın buyurduğu şeylərə əməl etsə, Allah o şəxslərə istədiyi hər bir şeyi verir. Uca Rəbbimiz buyurur ki, mən ol dediyim zaman olur. Əgər siz də mənim dediklərimə əməl etsəniz, siz də ol dediyiniz zaman olar. Yəni Allah Taala demək istəyir ki, əgər siz mənim buyurduqlarıma əməl etsəniz, mən də sizin istədiklərinizi sizə verərəm. Həzrəti xanım Fatimə-i Məsumə də Allah Taala'nın yaşadığı zamanda buyurduğu şeylərə əməl etdiyi şəxsdir. O, öz ibadəti ilə, iffəti ilə, imanı və elmi ilə insanlar arasında fərqlənmişdir. Həzrəti xanım Fatimə-i Məsumə hər kim onun qapısına gəlsə, onları əliboş qaytarmaz. İstəyirəm bugün sizə Həzrəti xanım Fatimə-i Məsumənin şəfaətindən danışım. O xanımın kəraməti sonsuzdur. Bu dünyada olmasa da ona üz gətirən şəxsləri şəfaət edir və onun qapısına üz tutanları əliboş qaytarmır. Əziz uşaqlar, danışmaq istədiyim əhvalat Azərbaycandan olan bir tələbənin hekayəsidir. Naxçıvan əyalətindən olan həmin tələbə Qum şəhərinə elm öyrənməyə gəlmişdi. O tələbənin gözündə görmə problemi var idi. İnsanlar onun üzünə baxdıqda açıq-aşkar gözündə görmə problemi olduğunu hiss edirdilər. Bəzi insanların baxışları tələbəyə çox pis təsir edirdi və qəlbi qırılırdı. O, Qum şəhərinə ilk gəldiyi vaxt Həzrəti xanım Fatimə-i Məsumənin hərəminə ziyarətə gəldi. Qəlbində olan narahatçılıqları Həzrəti xanım Fatimə-i Zəhraya danışdı. Onun qəlbi çox qırılmışdı. Amma Həzrəti xanım Fatimə-i Məsumə bütün ümidsizlərin ümid yeridir, bütün qırıq qəlblərin üst tutduğu bir məkandır. Həmin cavan tələbə Həzrəti xanım Fatimə-i Məsumənin hərəmində ziyarət etdi. Ziyarətdən sonra dua etdi və bu halda yuxuya getdi. Yuxu aləmində qəribə hadisələr gördü. Oyandıqda isə artıq gözünün gördüyünü hiss etdi. Sonra öz məktəbinə qayıtdı. Dostları onun gözünün gördüyünü və Həzrəti xanım Fatimə-i Məsumənin hərəmində şəfa tapdığını bildikdən sonra Həzrəti xanım Fatimə-i Məsumənin hərəminə gəldilər. Və onlar da burada xanım Fatimə-i Məsuməyə təvəssül etdilər. Bəli, Həzrəti Məsumənin şəfaəti və kəraməti sonsuzdur. Hər kim onun qapısına üz gətirsə, onları əliboş qaytarmaz. 13 yaşlı bir qız uşağının cismində olan xəstəlikdən dili tutulmuşdu. Valideynləri onu hansı həkimə aparmışdırsa, bu xəstəliyə bir əlac olmamışdı və dilinin tutulmasına da çarə edə bilməmişdilər. Əlləri hər yerdən üzülən valideynlərin yeganə çarənin Həzrəti xanım Fatimə-i Məsumənin hərəmində olduğunu düşündülər. Onlar övladlarını Həzrəti xanım Fatimə-i Məsumənin hərəminə gətirdilər. Bir gün həmin qız
xanım Fatimə Məsumənin zərihinin yanında qaldı. Öz dili ilə qəlbində olanları Həzrət xanım Fatimə Məsuməyə danışıb ağladı. Bir gün keçdi. Artıq 2-ci gün idi. Həmin 13 yaşlı qız xanımın zərihinin yanında dayanmışdı. Yenə də öz dili ilə xanım Fatimə Məsuməyə dualar edib, öz qəlbində olan sözlərini xanıma danışırdı. Elə bu zaman hərəmin çılçıraqları söndü və anidən həmin qızın qışqırığı ilə yenidən hərəmin çılçıraqları yandı. İnsanlar təşviş içində idilər. Onlar nə hadisə baş verdiyini anlaya bilmirdilər. Həmin qızın şəfa tapdığını hiss edənlər onu cəld insanlar arasından çəkib çıxardılar. Ondan hansı hadisənin baş verdiyini soruşduqda, həmin balaca qız əhvalatı onlara danışdı. Mən artıq 2 gün idi ki, Həzrət xanım Fatimə Məsumənin zərihinin yanında idim. Danışa bilmirdi, lakin qəlbimdə olan sözləri xanıma deyirdi. Birdən hərəmin işıqları söndü. Bu zaman mən ömrümdə heç vaxt görmədiyim bir nurani işıq gördüm. Sonra bir xanım mənə yaxınlaşdı və dedi, artıq sən danışa bilərsən. Mən elə bu zaman qışqırdım və gördüm ki, danışa bilirəm. Həmin xanım Fatimə Məsumə idi. Bəli, mənim əzizlərim, xanım Fatimə Məsumə bu 13 yaşlı qıza şəfa vermişdi. Hansı ki, bütün həkimlər ona bu sağalmaz deyə üz çevirmişdilər. Lakin xanım Fatimə Məsumə ona üz gətirənləri geri qaytarmadı. Xanım Fatimə Məsumənin hərəmində şəfa tapan və yaxud da ona üz gətirib, öz problemlərini xanıma danışıb, onun həllini alanlar az deyil. Mən sizə cəmi 2 əhvalat danışdım. Ümid edirəm ki, xanımın nə qədər böyük kəramət sahibi olduğunu anlamaq üçün bu 2 əhvalat bəhs edər. Arzu edirəm ki, hər kim istəyirsə xanımın ziyarətinə gələ bilsin. Qəlbində olan sözlərini xanıma danışsın. Bu xanım Qum şəhərinin günəşidir. O öz şəfəqləri ilə günah kölgəsində qalmış qəlbləri isindirir və insanları aydınlığa çıxarır. Salam olsun sənə, ey günəşi ilə qəlbləri aydın eləyən xanım. Günlərin birində alimlərdən birini gecə yarısı yuxu aparmırdı. Nə qədər yatmaq istəsə də yata bilmirdi. Sonra belə fikrə gəldi ki, Həzrət xanım Fatimə Məsumənin hərəminə gəlsin. Lakin hava soyuq olduğu üçün bu fikrindən daşındı. Təzəcə onu yuxu aparmışdı ki, yuxuda xanım Fatimə Məsuməni gördü. Xanım Fatimə Məsumə ona dedi, Seyid, qalx ayağa, hərəmə get. Mənim zəvvarlarımdan bir qrup hərəmin yaxınlığında, hərəmin qapısı ağzında dayanıblar. Əgər gedib onlara çatmasam, onlar soyuqdan donub həlak olacaqlar. Cəld hərəmə get və zəvvarlarımı qarşıla. Yuxunu görən alim cəld yerindən qalxdı və xanım Fatimə Məsumənin hərəminə tərəf yollandı. Xanım Fatimə Məsumənin ona dediyi hərəmin giriş qapısında doğrudan da xanımın zəvvarları dayanmışdı. Onlara çox soyuq idi və onlar həqiqətən də donmaq üzrə idilər.
Alimin çoxlu israrından sonra hərəmin xadimləri qapını açdılar və həmin zəvvarlar hərəmə daxil olub xanım Fatimə Məsuməni ziyarət etdilər. Doğrudan da uşaqlar, xanım Fatimə Məsumə öz zəvvarlarına nə qədər diqqət ayırır. Nə xoş o şəxslərin halına ki, xanım Fatimə Məsuməni ziyarət edə biliblər. Nə çox naümid qəlblər ki, burada ümidvar olmuş, nə çox qırılmış könüllər ki, burada aramlıq tapmışdır. Həzrəti xanım Fatimə Məsumənin hərəmi doğrudan da ümidsizlərin ümid yeri, pənahsızların pənah yeridir. Xanımın hərəmindəki bu hissə eyni ilə qardaşı İmam Rıza əleyhissalamın hərəmində olan Poladdan pəncərəyə, yəni pəncərə-i fulada bənzəyir və bura ümidsiz könüllərin ümid yeridir. السلام عليك يا بنت الحسن والحسين